Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı studiyadadır. Bəli, İşin Adamı studiyadadır. Dekorizadan danışdıq. Necə olar? Bilər ki, Aqil ya da düşməsin. Aqil, xoş gəlmisən. Salam Kamran, salam qardaş. Nətərsən? Çox sağ ol, var ol, minnətdaram. Sən nətərsən? Əla, super. Səni görmək çox xoşdur. Gəl, vaxt itirmədən bir dənə də dekoriza haqqında dinləyicilərə, izləyicilərə məlumat ver. Dekoriza demək əsas işimiz bizim dartma tavan, fotoboy və tablo istehsalıdır, ana işimiz. Bir də turizm tərəfindən Afrem evlərinin icarəsi ilə məşğuluq. Hal-hazırda bayram günləri olduğuna görə hamı bu dəqiqə oradadır. Bu dəqiqə axım var. Full dolub 100%. Hə. Sən özün getməmisən? Gəldim artıq. Bazar günü qayıtdım. Və hansından başlayaq? Xidmətlərin çoxdur. Necə məsləhətdir? Gəl bir keçid alaq. Bir dənə bir şey var. Şəkidən də inşallah gələn ay açılışı eləyəcəyik kapsul evin. Təzə bir bu ay. Necə yəni açılışı? Qəşəng bir yer açırıq da orada. Yəni kapsul eviniz var idi. Hə, o Bəxtiyarla bir yerdə. Hə, Şəkidə. Bir dənə. Hə. O bir dənəni 5-6 nə edirsiz? 3 dənə elə bir Afrem qoyub, baseynalı, jacuzzili falan və belə aktivitəli buradakı kimi eyni də, yəni kvadrat. Şəkin arasındadır. Şəkidə Zəyzid kəndində, Baş Zəyzid kəndində açılış olacaq. İnşallah ki, nə vaxtda? Kapsul ev, dağ mənzərəsi mayın əvvəllərində. Yəni rəsmi açılış eləyəcəksən? İnşallah. Okay, başda ondan məlumat ver. Məlumat edin, indi inşallah mayın 1-də açılış olacaq. Elə qısa belə məlumat verirsən. Hə, açılış oldu, sonra indi hal-hazırda sən mən cəlb elə də gəlim ora. Hal-hazırda kampaniyamız var avqust ayına. Avqust deyirəm, aprel ayına. Aprel ayına kampaniyamız var. 2 gecə götürəndə 10%, 3 gecə götürəndə 20%, qiymətlər nədir? Götürəndə 30% endirim var. Qiymət 140 manata həftə içi standart kotec. 2 nəfər, 1 nəfər. Kotec opsiya verilir. 140 manatdır. 220 manatda jacuzzili kotecdir. Qiymət olaraq. İçində jacuzzi kotecin içində, yəni bununla onun fərqi bu Afremdir, o biri orada da Afrem var. Bu da Afremdir, o da Afremdir. Sadəcə olaraq orada kapsul da var. Kapsul Şəkidədir. Hə, o Şəkidədir. Yaxşı, kapsul. İndi bu hamı bilmir ki, kapsul nədir. İndi sənin kapsulların var, bizə nədir? Sözlə nətər başa salım. İzah elə də, satış adam deyilsən. Kapsul belə deyim də 3 metr 30 sm. Belə eləyirsiniz də, gəlirlər, qardaş. Sponsor olurlar, özləri danışmır özləri haqqında, sonra da satış olmayanda veriliş günahkardır. Danış da. Ha, kapsul evlər. Satış deyəndə burada satış eləmir də. Elə, yox, sən satış elə, niyə eləmirsən? Hə, elə. Efirdir. Milyonlarla dinləyicimiz var. Başla. Kapsul evlərimiz 3 metr 30 sm enində. Tamam. 3 metrə 20 sm hündürlüyündə. Aha. 11 metrə 50 sm uzunluğunda olan dəmir konstruksiyadan ibarət daşına bilən evdir. Daşına bilən evdir. Daxilində yəni innovativ də bunun içərisində hər qabağı şüşə, arxası şüşə, içərisində Rolls-Royce tavan, hamamlar hamısı full remont. Yəni biraz daha da assosiasiya yaradaq. Əvvəl o karavanlar var idi. Karavanların daha müasir, daha komfortlu, daha göz oxşayan, daha böyük variantıdır. İçərisində yəni A-dan Z-yə işlək olaraq hər şey var da. Yəni bildiyin kotecə gəlməmişdən əvvəl qardaş telefonunuza göndəririk biz kodu. Gedirsiniz kodu yazırsınız, qapıda daxil olursunuz. Daha sonrasında daxil olduqdan sonra gedən ərəfədə içərinin istiliyini və ya soyuq, yay vaxtı soyuq ola bilərsiniz. Qış vaxtı içərinin istiliyini tənzimləyə bilərsiniz. Gələnə qədər. Hə, telefonla da istədiyiniz dərəcəyə qoyursunuz orada. Sonra kinoya baxmaq istəyirsinizsə, bir dənə rejim var. Knopkada məsələn ağıllı sistemdir də. İçərisi bütöv ağıllı sistem olduğu üçün. Də, bunlar niyə demirsən? Hə, məsələn bir knopkanı bassan avtomatik pərdələr bağlanır, jalüz açılır. Kino rejiminə keçir, istədiyiniz kinonu qoyursunuz, Netflix-dən və ya da hardansa hamısı açıq olacaq. Netflix falan özü var da. Hamısı açıqdır, bəli. Büdür də bunlar. Wi-Fi falan hamısı var, yəni. Yəni təkcə kabab bişirməyə getmirik də ora. Yox, təkcə kabab bişirmək nədir də? Gedirsinizsə, yəni dağ mənzərəsində kvadratsikl. Mən elə gəl ki, sən satış eləmək istəmirsən, Aqil. Niyə? Elədir.
Tam açmamışıq axı hələ. Tam açım o zaman videolu falan bir qəşəng bir ayın. Lazım deyil əziz dostlar, getməyin, heç xeyir də verməyin, qoyun biznesini batırsın, ağılla başına gəlsin. Yaxşı, fəaliyyətdə olan bizneslərindən danış. Fəaliyyətdə olan hal-hazırda dartma tavan fotoboy tablodur. Möhtəşəm müştəri məmnuniyyəti, sponsorun təqdimatına. Aha. Dartma tavan fotoboy tablodur hal-hazırda. Dartma tavanda bu dəqiqənin özündə aprel ayında bahar endirimimiz mövcuddur. 24 manata ağ parlaq dartma tavan. Bahar endirimi. Bəli, bəli. Həmən baha eşitdim, belə vurğunu elə qoydum da, mən bu niyə bahalaşdı? Bahar endirimimiz mövcuddur. 24 manata ağ parlaq dartma tavanlardan qiymət 24 manatdan başlayır. Almaniya istehsalı, Çin istehsalı, Fransa istehsalı, Türkiyə, Rusiya, həm də biz topdan satışdır. Topdan satış məsələn ustalara pulsuz şəkildə Topdan. bəli, bəli. Bəziləri sizdən alır, özləri satır. Bəli, bəli. Biz hətta belə bir ustalarla işləmir. Çoxu bilmir bizim dostluğumuzu. Sənin xidmətini deyəndə biləməxsən nə alıblar. Mənə satırlar. Gülməyim də eləmə. Biz bunun topdan yerini bilirik. Belə deyim də, ustalarla biz əslində həm qarşılıqlı işlər də aparırıq. Yəni biz onları öyrədirik. İstənilən usta olsun, alçıpan ustası da ola bilər, malyar da ola bilər, elektrik də ola bilər, fərq etmir. Bizim usta heyətimiz var. Onlara kurs kimi keçirik. Nə qədər vaxt keçir ona? Belə deyim, kursun müddəti maksimum 5 gündür. 5 gün ərzində o tam hazır eləyirik. Daha sonra bütün ləvazimatla təchiz eləyirik. Onun puşkasıdır, balondur. Yəni bütün aksesuarları var. Puşka nədir? Ya puşka, ya fen deyək. Azərbaycanda fen. O da bizim dildə. Fen, isidici fen. Bir digər qaşıq. Qaşığı mən də deyirəm. Lapatka deyək. Onu vurmaq üçün lazım olan aksesuarlar da dartma. Avadanlıqlar. Avadanlıqlar. Onları veririk. Ya Allah, başlayır da qardaş, ucuz və keyfiyyətli istədiyi kimi rayonlarda. Bu dəqiqə məsələn Gəncə bölgəsidir, Lənkərandır, Qubadır. Oradan işləyirlər, sağ olsunlar. Qəşəng. Eyvallah. Nə deyirdim? Bunu dedik. Dartma tavanı danışdı. Bir də tablolar var idi səndə. Bizdə 3D fotoboylar var əsas birinci növbədə. 3D fotoboy, kətana boylardır. Kətana boylar yula bilən, günəş şüasının altında solmur. 6 gün yoxsa 6 saat, necə idi o? 60 gün, 60 il, nəsə bir var idi sizdə qarant. 6 söhbəti var idi. Hə, 6 var idi orada. Yox, bu deyildi. O deyildi. Tamam, yox. Nə idi bu? 6 il. Mən bu 6 nədə yadıma qaldı? 6 il günəş şüasının altında qalmasıdır. Hə, 6 yadımda qalıb. Demək UV şüalarının çap olunduğuna görə o günəş şüasından qorxmur. Həm də ki, daxili məkan üçündür. Digər çaplardan bunu aparıb səhraya qoysan, orada da dözümlüyünü saxlayar görəsən. Səhra var burada. Gedək də, bütün gün gəzmirsən, dünyanın başına çıxır. Bilmirəm. Göz qaçırtdı dostlar. Mən elə gəl ki, keyfiyyəti yaxşı deyil. Səhra niyə qoyursan? Hiç mi Azərbaycan? Qoymuram, satışın geçsini. Aha. Hə. Tablolarımız mövcuddur. Tablolar da kətan tablolardır. Kətan bildiyimiz. Kətan bildiyimiz kətan. Yəni bu ənənəvi kətan tabloda çəkirlər ha. Bəli, rəssamların çəkdiyi kətanın üzərinə çap eləyirik biz. Kətana çap eləyirsən. Hə. İstəsəz yağlı həmin keyfiyyət almaq olur. Yağlı boya ilə olan keyfiyyəti əlbəttə ki, yox. Sən indi onunla bağlı avadanlığın başqadır da, belə çıxır. Bəli. Yəni sən o kətana görünüş odur. Çəkmirsən, çap eləyirsən. Bəli. O yağlı boyada çətindir axı sistem. O necə eləyirsən? Yağlı boya bahadır. Bu daha ucuzdur da, ondan görünüş eyni görünüş verir, amma eyni. Hə. Yağlı boyadakı o biraz çıxıntılar falan olur ha. O olmur. Amma görünüş, baxanda vizual görünüş eyni olur. Eyni. Hə, çünki rəssam kətanının üzərinə UV baskı boya ilə çap olunur. Hətta yağlı boyada belə bir şey var. Bir rəsmi ikinci dəfə yenisini çəkmək olmur. İlla ki orada, çünki əl işi olduğuna görə istəməz orada bəzi nüanslar dəyişir. Amma çapda istəyirsiniz 1000 dənəsini eyni üzrə verə bilirik. Üst-üstə. Doğrudan. Ola belə müraciət. Şəkli bəyənməyib yoxsa bəs o xarab olmur? Bir rəsmi istəyirsiniz 1000 dəfə çap edə bilərik də. Yəni başqa say olaraq deyirəm də, hə, bildim. Hətta bir insan eynisini yarada bilmir axı kopya. Hə, eynisini yarada bilmir, amma çapda isə. Hətta neçə də Mona Lisa eləyə bilərsən, hə.
burada üstünlük nədir? Bizim rəssam oturur kompüterin qarşısında. İstədiyiniz rəsmi çəkir kompüterdə. Yəni okey, hər şey əla. Həmin o kolleksiya sayılır artıq bizdə. Aha. Həmin kolleksiyanı istəyirsiniz, yəni 100 dəfə də olsa da çap edə bilərik da. Bir dənə sizə satdı, bitdi, ondan olmur. Təzədən bir də o qədər vaxt sərf eləməlidir o kolleksiyanı ərsəyə gətirmək üçün. Elə bir problemimiz yoxdur. Maraqlıdır. Bir dəfə ərsəyə gətirir. Bir dəfə, hə. Ondan sonra onu PDF olaraq nə qədər istəyirik çap edə bilirik. Qəşəng. Əla, əla. Dostlar, qısa fasilə olacaq birazdan. Yox? 4 dəqiqədən sonra. Bu 4 dəqiqə ərzində bizim bir neçə suallarımız var, amma ən yaxşı sualları fasilədən sonraki dəqiqəyə saxlayaq. Hələ ki informasiya dəqiqələrimiz davam etsin. Buyur Aqil. Hal-hazırda bizim İsmailin Qalacıq kəndində olan Afrem evlərimizdə bir endirim kampaniyamız mövcuddur. Normalda bu verilişə özəl 300 manatlıq kotecimiz olacaq 220 manata. 80 manat. 200 manatlıq kotecimiz 140 manata. Yaxşıdır ki. Nə vaxtdan nə vaxta qədər? O da bahar kampaniyasıdır. Bu bayrama görədir. Bayram ərəfəsində edirik bunu. Amma bayramdan sonra isə 2 gecə götürdükdə 10%, 3 gecə götürdükdə 20%, 4 gecə götürdükdə 30% beləncə bir endirim kampaniyamız olacaq. Bayramdan sonra kim deyir 4 gecə götürür? Niyə dincəlmə gəlirlər də, yəni. Bayramdan sonra işdə güclü olacaq. Gəlmir. Sonra biraz dendir. Yox. Heç onun sonra xətrinə desinlər ki, durun gedək 4 günlük dincələk. Müdür məsələ budur. İndi elədi onu. Yaxşı başa düşürəm, xərcləriniz çoxdur. Qalacaq kəndi İsmaildə nə qədər uzaqdır mərkəzdən? İsmailin mərkəzindən 20 kilometr. Dağlıq ərazidə, dağlıq yarım saata çatarsan ya. Hə. Mərkəzdən hesablananda, hə. Hətta mərkəzdən Vəndamdan əvvəlki kənddir də. Qəbələnin Vəndam kəndindən əvvəlkidir. Qəbələ ilə sərhəd 5 dəqiqə. Veyzdə var. Var. Deməli, Qalacıq kəndi necə gedir ora? Qalacıq 165 kilometr göstərir hal-hazırda. Yox, çoxdur. Bizim 3 saat 26 dəqiqə göstərir. Mən bu dəqiqə FM-dəyəmsə, buradan hardadır? Bura hara gedir? Gənclik istiqaməti gedir də. Hə, Gənclikdən. Yaxşıdır da. Şəhərdən çıxmaq daxil. Bəli. Okay. Yəni şəhərin biraz provkasını nəzərə alsaq. Gedirsən yavaş. 3 saatlıq yoldur. Okay. Hər şəraitiniz də var mən bilirəm. Kotejin daxilində sac, manqal, barbeki, ocaq, setka, samavar, qəlyan aparatına qədər qoymuşuq. Sadəcə ərzaq gətirmək kifayət eləyir. Bəs qəlyanı kim düzəldir? Qəlyanı bizim əməkdaşlar düzəldir. Yəni orada varmı əlavə sizdən? Məsələn, mən özüm gətirib yemək, kabab bişirmək istəmirəm. Sizdən orada xidmət ala bilirəm. Yaxınlıqda restoran da mövcuddur. Sizin restorandır yoxsa başqasının? Özümüzə aid deyil, xeyr. İstənilən orada restoranlar mövcuddur. Siz onlara əlaqələndirik. Çatdırılma edir birbaşa kotecə. Özünüz qiymətinə uyğun və keyfiyyətinə uyğun özünüz seçim edə bilərsiniz də orada. Aydındır. Ya o qida sahəsində olduğu üçün biraz keyfiyyətin o ən ya üst eləməliyik keyfiyyət olaraq, ya da eləməməliyik. İnşallah restoran olacaq. Restoranımız yaxınlarda bir bu yay üstündə işləyirik. İnşallah. İnşallah. Dostlar, qısa fasiləyə keçid alaq. Fasilədən sonra işin adamı Aqil Mollazadə bizimlə olacaq. Marsol Qrup İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı. İşinin adamı davam edir. İşinin adamı studiyadadır. Verilişimizin adına qədər xoşum gəlir ki, elə dayanmadan ard-arda istəyim bu anonsları verim. İşin adamı studiyadadır. Aqil Mollazadə, Dekorizanın rəhbəri. Aqil, dedim ki, bu hissədə suallara keçid alacağıq, qardaş. Buyur. Bax, sənin şirkətinin 3-4 fərqli istiqamətdə fəaliyyət var, düzdür? Və hər istiqamətdə fəaliyyətlərdə Azərbaycanda yetəri qədər bəzilərinin düzdür, biz meyilli, həmişə dost olaq. Rəqabət də var, sağlam və qeyri-sağlam rəqabətdə iştirak edənlər də var. Mən alıcıyam, mənə maraqlı deyil kim rəqibdir, kim yox, kim dostdur, kim yaxşı. Mənə lazımdır münasib qiymət, faydalı da keyfiyyət. Mən gələndə gəl sənin şirkətində bir-bir fəaliyyətlərini ayrı-ayrılıqda biraz mənim gözümün qabağında tərəziyə qoy ki, mən niyə səndən alım. Amma bir-bir hamısından keçək. Okey? Olar. Başla. Birinci hansından istəyirsən ondan başlayaq. İlk öncə dartma tavan. Yaxşı, mən niyə dartma tavanı Dekorizadan alım?
Dartma tavanda əsas məsələ burada materialın keyfiyyəti, daha sonrasında ən əsası xidmət var ortada. Yəni xidmət olaraq biz müştərimizin həmişə arxasındayıq. Bu zəmanət dövrü ərzində hər hansı bir problemin yaranmasında mı deyim, zəmanət dövrü ərzində deyək, quraşdırılması dövrdəmi deyim, hər hansı bir yaranan, yəni burada insan əməyi olduğuna görə hər an hər şey ola bilər. Hər bir mümkün deyil ki, insan əməyi olan bir yerdə %100 ehtimalsız bir şey olsun. Sadəcə olaraq bu ehtimalları nəzərə alaraqdan biz şirkət olaraq bunun arxasındayıq. Deyirik ki, nə olur olsun, biz yenə arxasındayıq. Yəni işin A-dan Z-yə, məsələn, restoranlardır, restoranların tavanlarının hal-hazırda biz restavrasiya edirik. Daha sonrasında evlərdir, iaşə obyektlərdir. Bunların dartma tavanla məsələn istənilən bir dizaynda quraşdırılmasını yerinə yetiririk və bir də bunun toptan satışını. Bəli, dizaynerlərlə çalışırıq. Dizaynerlərin verdiyi dizaynda dartma tavanları quraşdırılmasını edirik. Bir də dartma tavanların toptan satışı ilə məşğuluq. Tək material olaraq profil, material, spot və onun aksesuarlarının satışı ilə məşğuluq. Yəni rayonlardan olan ustalar da belə bizə müraciət edə bilərlər. Bunun toptanla bağlı. Əla, gözəl. Bu sənin dartma tavanın haqqında idi. Bəli. Sən gördüyün işi dedin, amma niyə səndən alım onu demədin? Məlumat verdin abi. Qiymət olaraq biz daha münasibik. Nə qədər, neçə faiz? Və yaxud manat deyək də. Tofiq əmidə 50 manatdırsa səndə neçədir? Ya da yox. Tofiq əmidə 12 manatdırsa səndə neçədir? 50 demirəm, birdən çox elə bilər 50 manatdır, amma o hamı bilir də onu deyil. Belə deyim də, faiz dərəcəsində qalsa 20%, 30% indirim bizdə onun daha ucuzdur. Aha, okey, tamam. Yəni 30 manatlıq mal belə deyək, 35 manatda satılan bazarda mal 24 manatdır bizdə. Aydındır, bildim. İndi keç o birdən. Aboy məsəl üçün fotoaboylardır. Biz özümüz toptan satış, onu toptan satışında. Sən o fotoaboylar mənim çox xoşuma gəlir. İstənilən zövqdə məsəl üçün həmin rəsmlər, 3D rəsmlər. Özü biz sən necə bir mövzudur? Ofisinin fəaliyyətinə uyğun ab-havanı yarada bilirsən. Bəli. Evinin dizaynına uyğun ab-havanı yarada bilirsən. Özünün istirahət otağın varsa inşallah. Məndə yoxdur, inşallah da olar. Hamı elə bilməsin də, yəni Kamranın 3-4 dənə istirahət otağı var. Sən o ab-havanı yarada bilirsən, bu çox gözəl bir alət, işini rahatlaşdırır. Bəli. Təriflədim, sponsorsan. Çox sağ ol. Buyur, davam edin. 3D fotoboylardır bizdə. 3D fotoboylardakı en olaraq, hündürlük olaraq 3 metrə 20, uzunluq olaraqsa 50 metrəyə qədər stiksiz tək parça verə bilirik. Yəni divarımızın uzunluğu 6 metrəni 3 metrə etsə bir dənə boy gəlir evimizə. Daha stik olmur bu. İkinci növbədə çap UV çapdır, ultrabənövşəyi şüa altında çap olunur. O daha canlı, iyi vermir, evimizə qoxu vermir, silinə bilən, yuyula biləndir. O tablonu aboy kimi istifadə edə bilirəm. Kətanlar fərqlidir. Tablonun kətanı fərqli olur. Aboyun kətanı isə fərqli olur. Aboy divara vurulması üçün olur, nəzərdə tutulur. Tablonda isə gərilməsi üçün olmalıdır. Bax 76 ildir səni tanıyıram, mən indi bilirəm bunu. Danışmırsınız da qardaş da, siz iş adamlar danışmırsınız. O qədər kiçik nüanslar var ki, nə kiçik, sənin oradan qazandığınla 4 dənə əməkdaşın maaşı çıxır. Yəni də xərclərin ödənir. Mənə dəli eləyir bu iş adamları. Sənə psixoloq lazımdır. Mən sənə referans eləyərəm. İnşallah. Hə, Məlikə xanım. Artıq yəni digər qonağımız da burdadır, ona görə deyirəm. Ciddi şəkildə ya işin çoxdur, bilmirsən hansından başlayasan. De də qardaş da, de. Nə deyim qardaş, deyim. Belə informasiya kəlbətinlə çıxır. Verilişin adını kəlbətin çıxır qoyacağam mən axırda. Deyirəm də fotoboylarımızın haqqında danışdım. Bir də kətan aboylar, kətanlarımız var. Kətanlar tablolar. Kətan tablolar taxtaya gərilməklə olur. Taxtaya gərilir. Belə. Bəli, taxtanın üzərinə gərilir və ramkaya salınır. Bu da kətandır. Bunun yağlı boya əl işindən fərqi əl işi olmamasıdır. Digər hər bir şey eynidir. Görünüş eynidir, rəsmin kalitəsi daha canlıdır, daha üst HP lateks boya ilə çap olunur, UV çap olunur. Yəni istəyə uyğun olaraq
zərərsiz boyalardan istifadə olunur. Daha canlı, daha doğal, daha dəqiq, istənilən rəsmi çap etmə və ən əsası sifarişinin sayından asılı olmayaraq ən qısa zamanda verə bilirik. Məsələn, bir oteldir, tutaq ki 50 ədəd sifariş veribsə, Olub elə otellərdən iş çox verir. işləyir, hə. 3 günə falan təhvil verə bilirik biz onu, istənilən bütün rəsmin hamısını. Gözəl. Keç o birini. Bir də Afrim evlərinin icarəsidir. Hal-hazırda kampaniyamız mövcuddur. 140 manata standart kotecdir, 220 manata jacuzzi ilə kotecimizdir. Sual verin. Mən gəlib sənə desəm ki, bu Afrim kotecin birini mənə sat, sonra mən onu təzədən sənə icarəyə verim. Eləyərsən onu? Bəli. Məsələn, Samirgil variantı da. Astalani üslubu. Marisel Astalani üslubu. Eləyərsən elə? Eləyərəm. Aha. Dəlin ağlına daş saldım, deyən görək. Yox, əslində belə bir şey var, beynimizdə var da, bir Darda. iş, şəkil eləyəcəyik inşallah. Prosta onu Mən səndən kapsulan alacağam, sonra sənə yenidən icarə Əslində onu edəcəm. biz necə eləyirik? Kapsulu satırıq biz zaten. Hə. Kapsulu gəlirik, qururuq A-dan Z-yə bütün istirahət mərkəzində qururuq, çıxıb İstirahət gedirik. mərkəzində elə bir ki, Kamranın öz Hə. kapsulu olur da, yox. Yox, torpaq sizin torpaq olur. Gəlirik həmin torpaqda qururuq. Yox, mən sənin torpağın var da, istirahət mərkəzin var. Yox, mən də şimdi niyə satıram ki özümkünü? Qardaş, boş yerin yoxdur. Aha. Hətta onu mən öz kapsulumu gətirim ora qoyum, sən də qazan, mən də qazan. Olmaz. Bax səndən kapsul alırım, bir qabağa düşdün. İki Aha. də sən də orada bir dənə kapsula söhbət edirsən, bir dənə torpağa qoyuram orada. Əlavə müştəri gələndə mənim kapsulumdan istifadə eləyəndə sən də qazanclı olursan, mən də. Əlbəttə eləmək olar. Hə, pula olar. dəyişdi. Əlbəttə. Format dəyişdi, biznesin üslubu dəyişdi. Əlbəttə olar, hə. Yaxşı, bir kapsulu neçə satırsınız? 30.000 dollardan başlayır. Nə qədər edir manatla? 50.000 manatdan başlayır. Neçədə bitir? O neçədə bitirir, o artıq müştərinin özündən asılıdır. Bizdə bizim istehsalat olduğuna görə onun daxilində belə deyim, eləsi var istifol Kapsulu özünüz istehsal edirsiniz. Bəli, bəli, burada eləyiyorlar hamısını. Dayan, sən kapsulu özün istehsal edirdin. Xaricdən gəlmir o. Yox, yox. Elə üstünlüyümüz O mənim o sərgidə gördüyüm kapsul. Bəli, o burada olub. Harda yığırsan? Əhmədlidə. Doğrudan? Bəli. Elə biz gətiririk onu. Kaş deməzdin bunu sənə deyim. Ya. Vallahi mən burdan bura tanıyıram, amma yerli kapsulların keyfiyyətindən elə şübhəm var. İşte ondadır ki, yerli kapsulun keyfiyyəti Çin kapsulundan, yəni belə deyim də 100 dəfə daha keyfiyyətlidir. İndi sənə bir şey deyim, bax. Bu dediyimi də özüm öz beynimdə şuuraltı təksib eləyirəm. Niyə? Çünki mən onu təsdiq eləmirəm, gözünü bərəltmə. Təksib. Niyə? Çünki mən o kapsulun içində olmuşam. Bəli. Mən onu bəyənmişəm. Bəli. Ana gözəldir demişəm. Materiallar, dizayn və sair interior, amma hətta eksterior da çox xoşuma gəlir. Amma beynimdə bir şuuraltı olub ki, bu xaricdən gəlib, bu nə yaxşıdır. O siz nə yaxşıdır? Elçin müəllim yoxdur, Bakı tikiş fabriki. Bəli. Tikiş fabriki də yox. Bəli, bəli. Tikiş evi. Tikiş evi, hə. İndi adları düz dedim, səhv desəm üzürlü sayın. Elçin müəllim bir dənə yaxşı söz deyir. Bazara səhv eləmirəmsə, indi şərti bilin də bu məlumatı. Corab istehsal edə bilər. Made in Azərbaycan yazıblar, satılmayıb. Üstündə bir xeyli müddət keçəndən sonra türk dilində nə isə bir söz yazıblar, başlayıb tap-tap satılmağa. Şuuraltıda bax inan məsələsi var. Eybi yox. Amma halal deyə fəxr elədim. Bunu Bəxtiyarla bir yerdə eləyirsiniz. Hə, gözəl. Deyirəm də Bəxtiyar hələ də gəlib çıxmayıb. Axşam görüşəcəyik. Hə, inşallah. Salam deyərsən. Yekunlaşdırırıq yavaş-yavaş söhbətimizi. Aqil, ümumi nə demək istəyirsən tamaşaçılara, dinləyicilərə? Ümumi hal-hazırda bu İsmaildə qalacaq evlərimizdə ayın 28-nə rezervasiya ləğvimiz var. İstəsəz endirimlə rezervasiya edə bilərlər. Rezervasiya ləğvi bizdə necə olur? Kimsə rezervasiya eləyir, gələ bilmir. O zaman o endirimə düşür də həmin kotec. Nə yaxşı. Belə bir endirimli bir kotecimiz mövcuddur. Neçə otaqlıdır? 3 otaqdır. 2 yataq otağı, bir zaldan ibarətdir. Üstündə kvadratsikl hansı nömrəni əldə saxlasınlar? 055 556 60 50. 055 556 60 50. Dəqiq bu bizim dediyimiz nömrələrdir də, yox deyəsən. Okey, nəysə, danışarıq. Təşəkkürlər, uğurlar fəaliyyətində Aqil, sənə fəxr edirəm. Çox xoşlayıram sənin bu işgüzarlığını. Dayanmırsan, həmişə də dostun, tanışın, dəyərli insanların maksimum çalışırsan ki, dəstəyində olasan.
Minnətdarıq. Aqil Mollazadə dekorasiya Sağ olun. şirkəti rəhbəri bizimlə birlikdə idi. Özünə yaxşı bax, hörmətli izləyicilərimiz, işin adamı bu günlük olaraq fəaliyyətini yekunlaşdırdı. İşinin adamı bitti.